Zilhiccə ayı 4 haram aydan biridir. Həmin o haram aylar Zilqədə ayıdır, Zilhiccə ayıdır, bir də Məhərrəm ayıdır. Biri isə Rəcəb ayıdır. Necə Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, üçü yanaşıdır, biri isə təkdir. Zilqədə, Zilhiccə, Məhərrəm. Üçü ardıcıl gəlir və biri isə Rəcəb ayı isə tək gəlir. Və haram ayları da özü-özlüyündə başqa aylardan fəzilətlidir, əfsəldir. Lakin Zilhiccə ayı daha əfsəldir. Və Zilhiccə ayının da ilk 10 günü ən fəzilətli günlərdən sayılır. Ona görə müsəlman gələ bu aya yetişdirsə, bu aydan tam bacardıqca yararlanmağa çalışmalıdır. Necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Mə min əyyəmin əl-əməlu salihu fihinnə əhəbbu iləllahi min hədihil əyyəmil əşr." Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, bu 10 gündən salih əməllər baxımından bu 10 gündə edilən əməllərdən Allaha daha sevimli olan heç bir günlər yoxdur. Sahabələr bundan təəccüblənirlər və deyirlər ki, ey Allahın Rasulü, "Vələl cihadu fi səbilillah." Allah yolunda olan cihad da mı? Bu günlərdəki olan əməllər Allah yolunda olan cihaddan mı belə üstündür, fəzilətlidir? Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, "Vələl cihadu fi səbilillah." Hətta Allah yolunda olan cihad belə. İllə rəculun əv rəculən xarəcə biməlihi və nəfsihi thumma ləm yərci' min zəlikə bi şey. Yalnız o kişi istisna olmaqla ki, malı ilə və canı ilə Allah yolunda mücadiləyə çıxır, cihada çıxır və onların heç biri ilə geri dönmür. Yəni malın da, canın da Allah yolunda həlak edir, sərf edir, qurban edir və bu insan əməli istisnadır. Bu insandan başqa bu günlərdə olan salih əmələ çatan elə bir fəzilət sahibi yoxdur. Necə hədisdən görsəndiyi kimi.